Enerji içkilərindən uzun müddət istifadə etməyin əslində sizin enerjinizi aşağı saldığını bilirdinizmi? Enerji içkisinin tərkibində olan şəkər və kafein bədənimizin təbii enerji balansını pozur. Bəs bu necə baş verir? Gəlin izah edeyim. İlk içdiyiniz anda enerji içkisi qanımızda olan şəkərin səviyyəsini anidən yüksəyə qaldırır. Bu da qanımızda şəkər tullanması, yəni enerji crash adlanır. Bədənimiz bu şəkəri qana daşımaq və enerji əldə etmək üçün başlayır insulin istehsal etməyə və siz çox miqdarda şəkər qəbul etdiyiniz üçün bədən də avtomatik olaraq çoxlu miqdarda insulin istehsal edir. İnsulinin miqdarı isə çox olduğu üçün qanda olan şəkərin səviyyəsi sürətli şəkildə aşağı düşür. Bu da sizin özünüzü yorğun, halsız və əsəbi hiss etməyinizə səbəb olur. Enerji içkilərinin tərkibində olan əsas maddələrdən biri də məhz kafeindir. Kafeinin də uzun müddət istifadəsi bilirsiniz ki, insanlarda asıllıq yaradır. Bu da bədənimizin enerji balansını pozduğu üçün kafein asılılığı olan insanlarda yuxusuzluq və yorğunluq halları müşahidə edilir. Həkimlər isə bu cür zərərli içkilərdən istifadə əvəzinə insanlara təbii çaylardan və ən əsası isə sudan istifadə etməyi tövsiyə edirlər.